Bax, indiki müğənnilər, bugün bəziləri dırnaq arası xalq artistlər, harada işləyiblər olar? Onlar da sizin oxumağınızı bəyənmirdilər. Nə pul verirdilər ki, mən oyuna qalmağa salım. Əlbəttə, ümumiyyətlə bir obraz olaraq elə bir hər şeydən narazı görünürsünüz. Oxumaq qalıb qıraqda, oxumaq yoxdur. Ruhangizi mən gətirmişəm toya. Mən ap gətirmişəm, o kimdir ki, mən aparsın toya. Kimdən rahat idi toylara getmək, səhnəyə çıxmaq? Gəncləri yazdıqlar, bedbaxt eləyirlər. Gənclər bilən bilir nəyə qulaq asmaq lazımdır. Mən küsmədim, mən türdüm. Elə musiqi olar, kim yazıb o musiqini? Hansı bəstəkar yazıb? Gənclik indi başqa bir şey istəyir. Paralel meyxana deyən də oxuyandır. Siyasi proseslərin pərdə arxası, cəmiyyəti narahat edən məsələlər, vətəndaş şikayətləri. Bütün bunlar Rövşanə ilə gündəmdə. Salam, xoş gördük. Barometr TV-də Rövşanə Ağasəv qızı. Qonağımız ifaçı, sənətkar Əli Mirəliyev. Əli müəllim, xoş gəlmisiniz, xoş gördük. Necəsiniz? Xoş günün olsun. Ay, həmişə gözəl, həmişə cavan qalan Rövşanə xanım. Təşəkkür edirəm. Yaxşısınızmı? Şükür Allah, hər iki dayanmışıq ayaq üstə. Əli müəllim, istəyirəm sizə biraz söhbətə keçmişdən başlayaq. Gələcəkdə nə olub ki? Ondan danışaq. Biraz o dövrdən başlayaq. Mənim üçün çox maraqlı məqamlar var. Biz son dövr sizi televiziyada, biz sizinlə həm də həmkar olduq xeyli müddət. Geri dönüşünüz çox haylı küylü oldu. Bu yaxında, yəni mən efirə hazırlaşarkən bir müsahibənizə baxdım. Olduqca təmkinli, rahat. Peki illər öncənin bir müsahibəsi idi. İfaçılardan danışırdınız deyəsən, müğənnilərdən. O qədər sakin. Mən hətta bir də dönüb baxdım ki, danışan Əli müəllimdirmi? Amma elə baxdım ki, danışan elə o özüdür. Tamamilə fərqli bir xarakter nümayişi, təmkin və səbir. Yəni, bəlkə də, bilmirəm, 70-ci illərin videosuydu, 80-ci illərində. Mənim eləncə danışmaqlarım var. Keçmişdə də olub, indi də var, hərdən elə danışıram. Bilirsiniz niyə? Çünki o üzbəüz mənlə verilişi aparan ki var, o sualları ki verir, o mənə hərdən əsəbləşdirir, ona görə üstünə zumuram şey. O adam başa düşmür ki, bununla bu tonda danışmaq keçməz də. Var da indikilər var, çıxıb, nə bilim, TikTokda, Miktokda o danışanlar var, Səyidədir, nə də adı. Hardan gəlib bilinməyir, özü başını soxub, Əli müəllim nə oxuyub. Sizin üçün deyir? Güya mən üçün. Mən sadəcə demək istəyirəm ki, ay qız, mən oxuyanda sənin atonla onu heç həyatda olmayıblar onlar. Sən nə bilirsən mən də oxumuşam? Hardan biləsən sən? Mən sənin saçının sayı qədər mahnılar oxumuşam. Sən nə biləsən nə deməkdir? Axı, adam danışanda öz yaşına uyğun adamları misal. Sən mənim həyat fəaliyyətimi hardan bilirsən? Amma jurnalistin kimisə müzakirə eləməyə haqqı var da. Yəni ki, tam müzakirə eləsin, söhbətə çıxartmaq, öz fikrini bildirmək. Buyur. Yəni, bu normal bir şey deyil mi? Arzula gələn sual vermək, danışmaq da olmaz axı. Deyirsən, nə mahnısı oxuyub? Bir dənə, iki dənə mahnı oxuyub. Necə nə mahnısı? Sən bilmirsən axı. Bəlkə baban, nənən bilir, amma sən bilmirsən. Əli müəllim, aydındır. Baxın, geri dönüşünüz çox haylı küylü oldu. Və buna da birmənalı münasibət olmadı. Elə bir dönəm siz elə bir çəkilmişdiniz kənara. O Dan Ulduz ansamblı, Gülarə xanım, çox böyük sənətkarlar, elə adamlar var. Burada Şöhrət xanım var idi, Zeynəb xanlar var, Sara Qədimova, çox böyük yəni ki, yəni bizim sənətin qaymaqları. Və Əli Mirəliyev də o sıralardaydı ki, siz onlarla çıxış eləmişdiniz, duet ortaqlarınız var idi və zaman keçdi. Elmira Rəhmova, Brilliant Özü, çox. Züleyxa Mir İsmailova. Bəli. Və filmlərdə sizin, tamaşalarda sizin səsiniz, duetiniz və s. Yəni biz sizi, var təbii ki, biz sizi belə, yəni tamamilə başqa bir yöndən tanıyırdıq və geri dönüş oldu. Bir dönəm elə bil ki, siz olmadınız və geri dönüşünüz sanki bir şou yaratmaq, reyting xətrinəmi? Yəni Əli Mirəliyevi tanıdığımız o obraz tamamilə alt-üst elədi və başqa bir obrazda tamaşaçı qarşısına çıxdı. Nə üçün etdiniz bunu? Zaten toylara getmək deyildi bu. Yəni mən bilirəm də. Nə üçün etdiniz ki? Toyda mən qalmaq salmaq. Bəs onu soruşuram ki, bu səbəb nə idi? Mən sadəcə Rövşanə xanım, mənim adımı elə qoydular. Qalma qalçı qoydular. Mən qalma qalçı olmamışam. Mən oxuyan olmuşam, müğənni olmuşam. Özü ki,
Dövlət mahnı rəqs ansamblının işçisi olmuşam. İkinci də Gülara Əliyeva Danluz instrumental ansamblının solisti, televiziyanın solisti olmuşam. Necə siz deyə bilərsiniz ki, bu qalmağa? O vaxt bizim vaxtımızda axı geri dönüşünüz danışıq yox idi axı. Yox. Siz nədəndir? Onlar ki, başlayırlar bəzi aparıcılar da sizdən yaraq. Bilmirlər axı həyat tərzi bunun necə olub, nətər olub. Heç ki, evdəkilərdən soruşmurlar, bu kim olub, harda oxuyub, harda işləyib bu. Bax, indiki müğənnilər, bugün bəziləri dırnaqarası xalq artistlər, harda işləyiblər onlar? Hansı müəssisədə işləyiblər? Musiqi müəssisəsində işləyiblər, işləməyiblər. Əlbət ki, onlar məni qədər bilə bilməzlər. Mən bəstəkarlarla işləmişəm. Hökmə Nəcəfova ilə, Şəfiqə Axundova ilə, mən Ağbacı Rızayeva ilə, Elza İbrahimova ilə, sonra bütün bəstəkarlarla. Yəni bunların oxuya bilməməsi sizi qıcıqlandırırdı. O səbəbə siz belə haykü yaradırdınız. O səbəb idimi? Bu indiki müğənnilər, indiki var xalq artistlər, dırnaq arası. Onlardan soruş ki, kukla mahnısını kim yazıb? Adi mahnı kukla, ay uzun saç, qara göz, ağıllı kuklam mənim. Kim yazıb onu? Bilə bilməyəcəklər. 100%. Bilsə ya, ata-batama nəl etməm. Ağabazı Rızayeva yazıb. Qoy deyim, yadınızda saxlayın, bədbaxtlar. Ki, vaxt gələn sual verəndə də əlim demişdi bu. Hamı bilməlidir ki, bəyəm bunu. Əlbəttə ki, toy mahnısı deyil bu. Azərbaycan bəstəkar mahnısıdır bu. Uşaqlara ayrı yazıb. Kukla mahnısı nədir? Onun mənası var axı. Uşaq... Yəni onu bilməməsi günah deyil də, ona görə. Misal çəkdim onu. Məsələn, daşqalaq eləyəsiniz də, misal çəkdim. Tutalım ki, 100 dənə mahnılar var, indi hansını deyim sizə ki, onlar heç birini bilməyəcəklər. Bəstəkarı da bilməyəcəklər, şairin də bilməyəcəklər. Amma mən necə bilmişəm? Sual gəldi, bu hardan bilib? Mən onu ona görə bilmişəm ki, mən gedim Fiyaretovda səs yazma studiyası vardı bizdə. Könə Univermaq vardı, Fiyaretov küçəsi. Bir dənə səs yazma studiyası oradaydı. İndi Timbaşı studiyası var. Hərə bir dənə studiyası. Amma elə deyil. Dövlət studiyası oraydı. Orada arxiv vardı. Gedirdim arxivi götürürdüm, asırdım. Şövkətin oxuduğu, Rubama Muradova oxuduğu, Gülağa Məmmədova oxuduğu, Əbülfət Əliyevin oxuduğu mahnıları. Hamısını bir-bir qulaq asırdım. Elməm, sizin dövrünüzdə efirlərə çıxmaq çox çətin idi də. Çox böyük bir senzuradan keçirdilər. Çox çətin. Nə qədər, məsələn, o vaxtda bax, kimlər kənardaydı və siz necə olmuşdu ki, siz o, belə deyim, ələkdən süzülüb, rahat efirlərə çıxa bilirdiniz və sizin çoxlu toylarınız da vardı, sizi çox toylara dəvət eləyirdilər. O dövrdə tamamilə yenə də deyirəm, başqa bir Əli Mirəliyev idi. Bu dövrdə isə, məsələn, mənim yadımdadır ki, biz efir vaxtı sizinlə bölüşəndə, məsələn, adamlar var ki, Əli Mirəliyev efirdəsə mən gəlmək istəmirəm. Müğənnilər var ki, qorxur, istəmirdilər. Amma elələr də var ki, onlar da sizin oxumağınızı bəyənmirdilər. Hətta siz də yəqin eşitmisiniz də, onlar məsələn sizin haqqınızda dediklərini ki. Bir adam hamısı bəyənməz ki, Rövşən. Yəni ki, Əli Mirəliyev nə oxuyur ki? Yəni o özü bəyəm oxuya bilir ki, elə durub cəmaata da irad tutur. Yəni şəxsən eşitdiklərimiz olmuşdur. Bəs mən nə demək istəyirəm sənə? Bəs o xəbəri olmayan adamdır da. İndi mən onları xəbərdar edirəm ki, mən 60-cı illərdə sizin həyatda olmayıb valideynləriniz, heç proyektdə olmayıb. Siz hardan bilirsiniz ki, mən nə oxumuşam? Mən o vaxt, o illəri mən Ay işığında Qəmbər Hüseynin mahnısını oxumuşam. Səyid Rüstəmov Həkim qız oxumuşam. Misal, Sevgilim Cangirovun. O illəri ya, mən danışıram 60-cı illər, 70-ci illər, 80-cı illər, 90-cı illər. Necə idi sizə münasibət? O dövrdə belə danışa bilirdiniz, imkan verirdilər sizə danışmağa. Biz vaxt danışmırdıq. Danışmadınız. Biz danışanda bizə... Qoymurlar danışmağa, yoxsa... Yox, ehtiyac yox idi. Bir dənə səhər verilişlərində, səhər görüşlərində olanda, nəsə sual verir, cavab verir qısa. İndi mənə çağırırlar, oxumaq qalır qırağı, ancaq danışmağa çağırırlar. Hələ sən özün də mənə çağırmağa, danışmağa çağırmışsan. Oxumaq istəyirsiniz? Oxumaq istəmirəm. Deyirəm, misal çəkirəm. Mən oxumaq istəməsəyəm... Elməm, Zeynəb Xanlarova, sonra ümumiyyətlə Şövkət Ələkbərova, Sara Qədimova, Tükəzban İsmailova, yenə də bu adlarını çəkdik. Bax, onlarla münasibətiniz deyil, Fatma Mehrəliyeva. Necə idi sizin onlarla münasibət? Ümumiyyətlə, sizə qarşı özünüzdə yəni bir münasibət fərqliliyi var idi mi? Elə bir ki... Çünki o dövrdə Akif İslamzadə idi, Hüseyn Ağa Əliyev idi. Yəni, onlar da çox gözəl ifaçılar. Yəni, Allah rəhmət eləsin Hüseyn Ağa. Biz elə üçümüz də eyni janrda oxumuşuq. Akif də, Allah şəfasını versin, eşitdim bu yaxınlarda ürəyidən əməliyyat olub. Allah şəfa versin. Allah şəfa versin. Gözəl sənətkardır.
Mənim çox sevdiyim Amma elə bir onları sizdən biraz ayırırdılar. Tamaşaçı ayırsın da. Elə bir ki, Akif İslamzadə daha başqa cür oxuyan idi. Günah Hadiyevanın ifası çox yüksək idi. Rövşənə, cəmaət gedib evlərdə bizim oxuduğumuz toylar var da. 4 dənə, 5 dənə yer vardı, toy eləyirdi orada. Köynə turist. Qəsrin Çapışıran sonra tikdilər. Sirk restoranı 3. Qəsrin Moskva 4. Təzəm turist 5. Biz burada oxuyurduq üçümüz də. Necə oxuyurduq? Məsələn, bir zalda Hüseyn ağa idi, bir zalda mən idim. Bir zalda Qəsrin Moskvada misal üçün 15-ci mərtəbə ya banketli zal, böyük zal. Orada Akif idim, bu yanda mən idim. O yanda Hüseyn ağa idi. Biz koridorda görüşürdük. Amma biz heç vaxt biz o vaxt danışmırdıq. Nə danışaq? Öz aramızda danışırdıq. Allah necəsə, nə var? Bakılıyam da necə danışmalıyam? Ay, nə tərsən, hə? Mən bunu danışa bilmirəm axı. Necə mən bundan danışa alınmır məndə? Ala Qosik, necəsən? Hüseyn ağa deyirəm. Akif, nə var, nə yox, qardeş? Mən yaxşıyam. Biz belə danışırdıq. Bu danışıq da bunların xoşuna gəlmir. Bəziləri adamlar qəbul eləmir. Amma başa düşmürlər, bura Bakı deyil. Mən burada böyümüşəm. Mən içəri şəhərliyəm. Tacir rəhmətli, nədir o? Ətağa, Mir Möhsüm ağa. Biz Ətağa demişik Bakılılar. Qonşumuz idi. Nənəmlə, babamla qonşu idi. Tacir misin nəvəsiyəm mən. Qızının oğluyam mən. Bir oğluyam. Yəni bir söz olmur belə. Düzdür, sonradan biz Sovetskidə yaşamışıq. Şəhər-şəhərdə evlər palazı idi, həyətdə tərpənməyə yeri yox idi. Anam zavat edirdi, verirdi. O Qarabağlılar vardı o vaxtı. Kvartirant vermişdik o vaxt onlara. Mən yadımdadır. Sonra yalandım. Nənəmi allatdılar. Güya ki propiska ilə bizi işə götürsünlər də. Propiskası işə götürmürdülər axı o vaxt. Mən uşağım. Mən danışıram 7-8 yaşım var. Sən demə, nənəmi alladıblar. Nənəm də qol çəkə bilmir. Əli ilə belə basıb kağıza, barmağı ilə. Sən demə, alqı-satqıya qol çəkdiriblər. Ümumiyyətlə bir obraz olaraq elə bir hər şeydən narazı görünürsünüz. Yenə deyirəm, son vaxtlar ki, gəldiniz efirə, sən hər şeydən narazı. Bax, elə bir ki, Neçə hər şeydən? Musiqidən var. Bir bəyəndiyiniz yoxdur mu? Nöşk yoxdur. Var mı? Heç mən görmürəm. Nurlan Növrəsli, Elton, Abbas. Necə yoxdur? Kimdir? Güllü Muradova, Kamilə, Belə bir fikir gəzirdi ki, necə? Belə bir fikir gəzirdi ki, mən indi eşitdiklərimi soruşuram da sizdən. Kim ki Əli Mirəliyevə xüsusi hörmət eləyir, hətta belə bir şey deyil, bilmirəm, bəlkə səhvdir, səhvimi düzəldərsiniz. Yəni xüsusi bir hörmət, bir hədiyyə verirlər, falan eləyirlər, o Əli müəllim onları tərifləyir. Belə bir şey eşitmişdim. Olmayıb, belə bir şey. Heç var, yalan deyirlər. Əksinə mənə pul verirdilər ki, mən oyuna qalmağa salım. Sən nə acıqsan? Doğrudan, elə şey olur. Necə olur? İndi də var. Kim eləyib Əli müəllim? Yəni pul verirlər ki, biz elə qalmağa. Bu ilə qalmağa salan populyar olur. Bəli. Oxumağı ilə yox ha. Qalmaqalın tutuzdurdu. Oxumaq qalıb qıraqda, oxumaq yoxdur. Rövşənə xanım, oxumaq yoxdur. Əli müəllim, razılaşırdınız, yəni o pul verəndə ki, götürəsiniz ki, siz qalmaqal eləyəsiniz. Necə? Razılaşırdınız, məsələn ki, bu pul... Razılaşmırdı və gedib deyirdi ki, bizi verilişin redaktoru var, deyir, açıq ki, belə istəyirlər. Nə deyir, neyini edirəm, ölçüsüyle elə də. Və? Və ölçülər. Yəni pul alırdınız, o qalmaqalı eləyirdiniz. Mən almırdım. Kimsə alırdı da, yəni sizin yerinizə. Əli müəllim, doğrudan çox maraqlı gəldi ki, yəni ki, sizlə populyarlıq qazanmaq istəyirdilər sizlə. Populyarlıq qazanmaq istəyiblər, hamısı, çoxları. Hələ indi yox ha, indikiləri danışmıram ha. Mənə keçmişdəkilər də, rəhmətli Səmədov, məndə aparatura daşıyıb məndə. Onu həmişə demişdiniz. Bir dəqiqə. İkincisi, Cavanşir Məmmədov, mənim dostum, qardeşim, qarmon çalıb. Allah rəhmət eləsin. Bir dəqiqə. Azər Zeynalov, xalq artisidir. Udarik çalıb məndə, ansambulda. Dan ulduzundan gedir söhbət? Yox, toy ansambulu. Toy ansambulu. Ağa Cəbrayıl. Bəli. Saadət Ünsi Metal ansambulu. Mənim toy saslavımdır. Həm də televiziya çıxır Ağa Cəbrayıl'la. Bəli. Ağa Cəbrayıl. Yəni mən demək istəyirəm ki... Gözəl sənətkardır mən Ağa Cəbrayıl. Olmadı ki, Ağa Cəbrayıl... Mən, Rövşənə xanım, mən heç vaxt zəif sənətkarlarla toya getməmişəm.
Özümdən də yaxşı ifaçılarla. Çünki mən bilmədiyimi onların yadıma salıb, bir balaca supleni çalıb, bilmiş, filan mahnıdır. Yadıma salıb da mən, misal, Armand Salay və yaxud da Ağa Cəbrayıl və yaxud da kimsə də orada. Demək istəyirəm ki, heç vaxtı zəif, əgər zəif oxuyanlarla mən, zəif musikantlarla toya getsəydim, mənim irəlik olmayacaqdı. Mən demirəm, mən böyük müğənniyəm, xeyr, mən adı oxuyanam. Heç vaxt mən özüm oxumağımdan da razı qalmamışam. Mən həmişə nigaranım, bugün də nigaranım ki, filan şey belə oxusaydım yaxşı olardı, belə olsaydı yaxşı olardı. Bunu həmişə mən özümlə nətər edim sizə. Misal, Hüseyin Ağa oxuyub xoşuma gəlib, Akif oxuyub xoşuma gəlib. Oktay Ağayev görsə səbir gətirir, haqq da gəldi şair. Yəni demək istəyirəm ki, o ki adam özümdən razı oldu ya, o orada dayandı. Kimdən rahat idi toylara getmək, səhnəyə çıxmaq? Siz o dövrün bütün, belə deyim də, ən gözəl sənətkarları ilə çıxış eləmişsiniz də. Məsələn, yaddaşınızda qalan elə bir sənətkar var ki, məsələn, onunla toya getməyi həmişə istəmişsiniz və ya onunla səhnəni bölüşmək istəmişsiniz. Və ya eləsi varmı ki, heç ümumiyyətlə bu adamla bir səhnəyə çıxmaq istəməmişsiniz? Yox, mənim öz toy sastavım olub. Ağa Cəbrayılın adına hələ belə çəkmədim. Yox, müğənnidən gedir söhbət. Müğənni özüm mən müğənnidir. Heç kimlə bir yerdə toya getməmisiniz? Məsələn, Ruhəngiz xanım. Ruhəngizi mən gətirmişəm toya. Mən gətirmişəm. O kimdir ki, mən aparsın toya. Mən heç kimi toya aparım. Mənim kimin öz toylarım olub. Qapımı döyüblər, mən 3 ay, 4 ay, 1 il gözləyiblər, boş vaxtını salıblar toyumu. Siz nə danışırsınız? Yox, yəni indi kimsə ev yəsi istəyibsə ki, Hüseyin Ağa deyib, mən kimləsə toya gedeyim. Akif İslamzadə, mən kimləsə toya gedeyim. O vaxtı bir yerdə toya getmək yox idi. Yox, ola bilsin ki, pis necə ola bilərdi. Və yaxud da ki, o vaxtı yox idi axı. İndi kimi şou proqram 15 dəqiqə gəldi, 10 dəqiqə oxudu, 2 damağını getdi. 50 manat verdilər, 100 manat verdilər, nə qədər verdilər, bilmirəm. Deməksə, bizdə elə şey yox idi. Bizi toy geçardı bıraxar. Sən kimdir toydan bıraxar? Mən arzulamışam ki, uşaq böyütmüşəm, illərlə böyütmüşəm, saxlamışam Əlim İrəliyev, Hüseyin Ağayev, Akif İslamzadə gəlib oxuyacaq toyu. Akif də qoyur, mən gedir başqa toya. İndi var da belə şey. İndi yarım saat fonoqram oxuyurlar, çıxıb gedirlər. Bir dəfə başıma gəldi, haradaydı xəyallar? Qəstin çift restoranında. Orada deməli, mən dedim ki, elə bir toyudur ki, Rövşənə xanım, dağlardı, yapışıblar məndən zəli kimi. Deyirəm, ala kişi, 5 aydır mənə toyu deyib, ala mən necə gəlim sənə toyuba? Ala bilmirəm, necə istəyirsən? Özdə ki, elə adamlardır ki, yuxarı məndən uşaqlardılar. Hamısı da patron hazırdır, hər şey, hər barədə. Dedim, ala, boşum, oyan, biyan, oyan, yalvar, yaxa, axır qoydular boynuma, dedim, yaxşı. İndi getmişəm 5 dəqiqə orada oxuyuram, sürürəm maşını, gedirəm, çatıram. Yaxın daxı var, çırp. Bir də ki, hara getdim, ikinci toy haradaydı? Qaçınca Bakı, 12-ci mərtəbə. Köydə qaçınca Bakı vardı. Azı ilə orada. Söküblər indi, mən də kimlər yerində bilməm. Yəni, çatdırırdım da orada. Axırda toy gəsi getdi buraya. Şokolatı çıxardırsan ağzımdan, sonra barbarisi verirsən mənə ki, gələ sor. Neyinisən bunu? Dedim, vallahi, zibildiyəm. Deyib, biz mənim uşağımın toyu toydu. Oxuyan da qoymuşam. Yox, sən, biz sən istəyirik. Deyirəm, gələn də 5 dəqiqə, heç 15 dəqiqə çəkmirdi. Orada oxuyun, çatdırırım, yaxın idi də. Elməm, nə vaxt toylarınız axsamağa başladı ki, artıq sizi dəvət etməməyə başladılar? Bu neçənci ildə baş verdi? Toyum axsamağa başlamağıma səbəb mən özüməm. Niyə? Mənim oğlum futbolist idi, futbol oynayırdı. Bunlar da 89 ya 90-cı illərdir. 90-cı illərdir. Ki, Fuad Musayev vardı, Afgan prezidenti. Mən ona yola gedmirdim. Xoşu gəlmirdim, alamadan danışırdım. O ara deyildi. Mən dedim, ara yox, ala. Ara nədir? Ara, ermənilər kimi, ara. Belə, Fuad Musayev, köynə Fuad. Çeka Komsomolzlar o vaxt işləyib. Götürdüm uşağımı, getdim Türkiyə. İkinci PAF takımda, ikinci takımda oynasın. Ki, sənədlərini vermirdi. Uşağın, oğlum mənə solaxaydı, yaxşı napada işləyirdi, yaxşı qollar vururdu. Solaxaydı. O futbolda kim
biraz anlamağı var futboldan. Solaxay tək-tük olur. Messi Solaxaydı. Demirəm, mənim oğlum Messi yox. Mənim oğlum indi oturub evdə yazıq şikəst olub. Minis oynayamır. Nə demək istəyirəm ki, yəni ki, o vaxtı atdım toylarımız admayın. Neçənci idi bu? 90 idi. Yox, deyən 90-da mən Almaniyadaydım. 89 ya 88-ci ildir. 89-da Yəni 90-lardan bu yana artıq o arada getdim, tapşırdım onu orada. Gəlirdim, qaçırdım tez Bakıya, qoyurdum o trenerin yanında, evzad həll eləyirdim, qalmaq məsələsi də. Və ondan sonra gəlirdim Bakıya. Belə tapa bilmirdim. Amma gəldi sonra özünüzü efirdə tapdınız. Elə bir toylar dayansa da belə siz əməlli başlı... İkinci mənə udar hardan oldu? Birincini dedim ki, oğlumu futbol oynamağı məni uzaqlaşdırdı. İkinci udar Gülarə Əliyevanın balkondan yıxılmağı oldu. Gülarə Əziz qızı Əliyeva. Onu çox, mən onu doğrudan da böyük hörmətim oldu. Çox sevmişəm onun xətrini. Çünki bir sənətədir, çox şirin adamdır. Üzündə bu ağlamaq yox idi bunda. Bu həmişə gülürdü. Həmişə gülür bu. O həyatdan belə faciəli gedir. Ondan sonra siz də küstünüz elə bil ki. Mən küsmədim, mən tüfürdüm. Çünki küsmək ayrı şeydir, tüfürmək musiqiyə ayrı şeydir. Yəni elə də. Gördüm ki, yavaş-yavaş, o saat olmadı ya, tədricən oldu o. Mən gördüm onu, mənə gitara çalan, indi oxuyur, Sovet olurdu, nədir, vilayət, yox, indi Amerikada yaşayır. Nədir? Adı nə də olmalı, Amerika utdiyə, bilet utdu getdi. Elaris? Elaris, Elaris, gitara çal. Ama İlqar Muradov gitara çalırdı, şey çaldı. Yəni qəbul eləmirdiniz ki, onlar oxusunlar. Əlbəttə ki, sən musikansan, sən oxuyan deyilsən. Səsi varsa oxusun da, niyə də yox ki? Oxusun, amma mən deyirəm ki, qulaq asla dalına gəlib elə. Oradan başlayır. İlqar Muradov, o musikant idi. Nazim musikant idi. Nazim. Bəli, faytonçu. Faytonçu, musikantdır. İndi musiqiçinin oxumaq ixtiyarı yoxdur ki, oxusun da. Kimsən ixtiyarı vermirəm. Qəşəng oxuyurlar. Gəldim sonra dalınca Səməd. Səməd mənim dostum idi. Amma bir sənətədir. Mən sənə bax, misal üçün Rəfşanı tanıyıram aparıcı kimi. Sən birdən gəlirsən, eşidirəm ki, sən misal filan gördün, direktorsan. Aparıcı olaraq direktor olaraq. Aparıcı ola bilər də. O harada yazılıb ki, onun məsələyə nə aidiyyatı var ki? Ömür boyu aparıcı qalmamalısan. Mən sən demirəm, eminlə səndən gedir. Ümumiyyətlə də insanda bir progres olur da, inkişaf olur. Profesional adam o işi bilirsən də sən. Sən birdən belə dəyişirsən, başqa sahədə keçirsən. Mən onu, hələ mənəm adam onu başa düşmür. Amma səsi var da, bəs İlqar Muradovu görə nə qədər sevənlər var, qəşəng də oxuyur. Mən demirəm, sevmirlər onu. Mən başqa şey deyirəm sizə. Bu, nə ilə başlayıb bu? Hardan başlayıb bu? Keçmişini necə başlayıb bu? Axı, mən müğənni kimi başlamışam. Mən Şamo İsayev kimi ferşil işləməmişəm mən. Mən müğənni işləmişəm Dövlət Mahnı Rəqs Ansambldan, Filarmoniyadan, uşaqlığımdan. İndi sonradan görüb ki, adamın oxumaq istedadı da var. Deyək ki, gitara ifa eləyə, nə bilim, nağara çala-çala. Olsun, mən musikantın oxumağı lap əladır. Çünki musiqini bilən... Musiqiçidir də, musiqini bilir. Musiqinin içində hələ oxumaqdır da. Hələ bir səssiz... Amma etiraz eləyirsiniz axı onu, siz mən etiraz eləmirəm. Mən deyirəm ki, Azər Zeynalov, mən etiraz eləyirəm. Bugün elə qəşəng oxuyur ki, kim deyir ki, mən o etiraz eləyirəm. Mən onu qəbul eləyirəm. Bəli. Nətər etiraz eləyir? Amma hamısını yox. Kimi məsələn? Ölüblər də, atların öşçə kimindir. Yəni bu sağ qalanları qəbul edirsiniz. Sağ qalanlar da ki, hamısı ölüblər də. Mənim o taytuşum ölüblər. Yoxdular. Məsələn, kim idi ki, Allah rəhmət eləsin də. Məsələn, o qəbul eləmirdiniz onu oxumaqda ki, bu oxuya bilmir deyək ki. Kim? Yox, yəni biz səmimi söhbət edirik də, Əli müəllim. Mənə maraqlıdır. Yaxşı, burada deməyək. Orada deməyək, orada. Sən niyə mən mərdə qovub namərd eləyirsən? Mən nə üçün deməliyəm sana ki, kim? Ölüb də, yoxdur həyatda. Necə deyim onları? Dilimə gəlmir axı deyim. Yəni sağ qalanlar da amma normal oxuyurlar da. Sağ qalanlar ki, deyirəm də. Bu yaxlar dedim də, Elto, qəşəng, Nurlan növbəsi. Yox, musiqiçi olmayıb axı, siz söhbət musiqiçilərdən gedir.
mən sizə demək istəyirəm ki, cavanlardan danışıram bu gün. Amma sən köhnələrdən danışsan, onların adını çəkməyəcəm. Onlar ölüblər. Həyatlarını İlham dəyişirlər. Quliyeva ilə qohumluğunuz var idi. Allah rəhmət Qohum eləsin. deyəndə ki, Dayısı qızı sizin yoldaşınızdır. Yoldaşımın bibisi qızıdır. Bibisinin qızıdır da. Onun anası Kezban yoldaşımın doğma bibisidir. Amma elə də şirin deyil də münasibətləriniz deyəsən. Kimsəndir. Yəni son o rəhmətə Yola gedəndə, gəlməmişik. Onun xəssiyyəti ilə mənim xəssiyyətim var. Bəs onu deyirəm. Mən də özümdən razı, o da özündən razı. İki də razı. Nə olacaq? Axırda narazı olacaqlar. Rəhmətə gedən günü getmişdiniz də ora deyəsən. Mən apar bastırmışam. Necə getmişəm? Və bütün mənim qızım baxıb ona da. Bütün ayağı zadı perivaska eləyən mənim bacıları qızım. baxmırdı ki. Alanda bacılar, bacılar öləndə heç evlərini tanımırdılar hardaydılar. Sən nə danışırsan? Anası ölmüşdü axı. Həbib Bayram dayı, Kezban bibi getmişdi rəhmətə, bastırmışdıq onları. Bu qalırdı tək orada. Qızım da gedib gəldi onun bağına yanına, Mərdəkanda bağı vardı qızımın. Gəldi. Burada Qurtqaşınlı küçəsində evi vardı. Mən olmuşdum onların evində. Hansı Qurtqaşın? Qurtqaşınlı küçəsi yuxarıda bu 20 nömrəli məktəbdən aşağı küçə var. Qurtqaşın nə var? Qurtqaşınlı küçəsi. Bəli, var orada. Qurtqaşın adını saxlayın. Qurtqaşınlı küçəsi. Keçmişdə olub. Yox, var o küçə 20 nömrədən aşağı. Səhv eləmirəmsə küçənin adı. Mən evlərində olmuşam. olmuşam. Olan evlər hepsi hardaydı. Mən o evdə olmuşam. Hündür mərtəbəli bina, qəşəng belə ağ rayal filan. Qurtqaşın İlhamədən gəlsən. Bəli. İlhamənin evi burada. Qurtqaşın nədir? Naxçıvan qəsdincisi vardı ya. Əlbə mən olmuşam o evdə. Hardadır? Bəlkə ikimiz də eyni şeydən danışırıq. Bu dağın üstündədir yuxarıda. Sovetskidə yuxarıdakı küçə məsələ var. ora. Hə də o küçənin adı Sovetskidə yuxarı Novostroyka deyirsən. Bəli. Novostroyka heç. Həmin O oranı öləndə deyirəm. orada öldü. Ben oradan Cavanşirlə getdi yaldıqda o evdə. Bunun prezident ev vermişdi. Bəli. Orxan bir də özünə vermişdi. Bir dənə də Orxana vermişdi də evlənəndə bizim birimizin kiçik birimizin nəvəsi. Orxan Lalənin oğlu. Lalə də İlhamənin xalası qızıdır. Lalədən olan uşaq Orxan toy elədi. Mən o toydaydım, bəli. Orxanın toyundaydım. İkinci toyuna getmişsən. Bəli. Biz Orxansı ayrı toy eləmişik, tək. Anası, atası, biz, Qovmağrəbət, İlhamə də gəlmişdi o toya. Amma sonra İlhamə pul yığmaq üçün ayrı toy elədi. Bilmirəm, hansı idisə mən o toydaydım da. Birinci, ikincini bilmirəm. Bilmirsən də, nəyə bilirsən sən? Yox, dayıydı, mən toya çağırıb toya getmişəm. Mən də söz yox, soruşmuram deyirəm ki, o birinci toydu. ikincidir. O ikinci toydu. Ondan sonra İlhamə dedim ki, sən də var, o bağdan çıx, şəhərdə taparıq sən. Dedi, get tap. Mən satıram. Çirkin yanında bir dənə evi vardı, oranı satdı. Bir dənə də mən harada vardı, oranı satdı. Verdi Cavanşirə saxla bu pulu. Bizim Cavanşirə. Mənə yox, Cavanşirə verdi. Cavanşir çünki çox təmiz uşaqdır, rəhmətli. Əli təmiz idi, kişiliyi, caylığı. Bizim mənim uşağı olub Cavanşir. İlhamə Quliyeva məsələsinə gələk. İlhamə Quliyeva gəlir. Yaxşı, o bacıları deyirsiz baxmırdılar. Bax onu yox, yox, bacıları bir dənə bacısı vardı. İki dənə bacısı vardı. İki bacısı vardı. Gülbahar, İradə. İradə gəlirdi yəni tək-tük hərdən. İradəni çox istəyirdi. Amma Gülbaharla. Yəni o mal mülk axırda bacılara qaldı da, yoxsa? Hələ qaldı. Hamısı bacılara qaldı. İlhamə məzarı qızı, Quliyeva Gülbahar məzarı qızı, Güliyeva məzarı qızı. Amma o bacılar çox belə gəlişli, gedişli deyildilər. Yox, evlərini tanımırdılar. Amma qanunla, qayda ilə bütün o bölgü, miras hamısı bacılarına qaldı. Hansı ki Orxana qalmalıydı qanunla. Orxan axı qanunla deyildi, onun sənəd işi qanunla deyildi. Mən də gül edirəm. İlhaməyə. Elə edirdim ki, elə. Bizə elə edirdik. Elə. Sən bunu propiska elə. Yox, deyirəm elə. Yox. Deyirəm öşün. Amma mən saymır, belə eləm. Deyirəm, hər yerdə deyirsən, oğlumdur. Televizora çağırdırsan bunu. Aparırsan yandır. Oğlundur, kömək elə də uşağa da, propiska elə də. Bu atası, anası, yəni ki, iki dənə ondan başqa uşağı vardı Lalənin. Lalə də mənim kiçik birimizin qızı. Orxan haradadır indi? Xəbəriniz yoxdur, hə? Heç əlaqəmiz yoxdur. Bezvis, yoxdur. Və ona da heç nə qalmadı. Yox. Belə bir fikir gəzdi ki, İlhamə xanım rəhmətə gedən günü kimlərsə gəlib evə giriş, çıxış, yəni şayiə də ola bilər, aynı siz bilərsiniz. Onun o qızılları var idi, brilliantları var idi. Onlar ortada itmişdi, seyfdə. Kim o? O seyfin açarı qızımda idi. Yox, şeydə idi, Fatmada idi. Nədir? Xidmətçisi Fatma. Fatma verdi Samirəyə. Samirə verdi mənə.
Siz nə oldu onların axırı? Onları da verdiniz bacılarına. Hamısı müstəntiqdə olub bunlar. Necə ya? Yəni axırı nə oldu bəs? Bilmirsiniz. Mən nə bilim. Müstəntiqdə olub da, müstəntiqə veriblər. Orxan da verib orada. Bilmirəm orada necə... Yəqin qayda qanunla bölünüb. Seyfin içində idi o, seyf. Seyfin açarı mən dedi verdim Eldar var. Eldar İlhamənin dayısı oğludur. Eldar da mənim qayınım. İlhamə dayı qızı bir qızı da mənim necə mənim qızım da o da onun qardaşıdır da, böyük qardaşı Eldar. Eldara verdik açarı. Eldar da həll edirdi bu işləri. Bu evin sənədləri, dokumentlər, hansı Eldar eləməli. İndi kim yaşayır o hündür mərtəbəli binada? Hansı ki o sonuncu rəhmətə gedən günü. Orada kim yaşayır? Çox gözəl də bir ev idi. Mən olmuşdum, İlhamə xanımla bir film çəkirdim. Orada olmuşdum. Çox gözəl təmiri olan, ağ rayal yadıma gəlir, bir ağ divanlar filan. Yəni o evdə indi kim yaşayır? O bacılarından soruş. Bilmirsiniz, xəbəriniz yoxdur. Bacılarından soruş. Mən bilmirəm. Mən hardan bilim. Xatırladıq heç olmasa İlhamə xanım. Allah rəhmət eləsin. Yox, İlhamə xanımdan başqadır mənim ən böyük xatirəm mən Zeynəb xanlarovadır. Çünki Zeynəb xanlarov Azərbaycan musiqisində nə lazımdır eləyib ha. Nə lazımdır. Bax, mən sizə hamınıza deyirəm, bütün müğənnilərə. Çalışın. Olan şeyi deyin. Olmayan şey deyəndə adamın gözünə ağ düşər. Zeynəb xanlarova nə lazımdır musiqidə eləyib hamısını. Onun mahnıları, indi hələ o sağdır da, Allah ona ömür versin, can sağlığı versin. Hələ sağdır o, siz hələ bilmirsiniz. O həyatda, mən gedəndən sonra biləcəksiniz, Əli kimdir, Plankəs kimdir, Zeynəb xanlarova kimdir. Məsələn, Əli özümü demirəm, Həsən Hüseyn olsun, kim olur olsun, Zaur Rızayev olsun, xəstədir yazıq. Allah şəfasını versin. Yəni ki, biz bir itirirsiniz. Mənə də itirdiniz. Ay kül başlar. Hardan bilirsiniz o mahnıları kim yazıb? Mən deyirəm də sizə də. Mən deyirəm olan atlarım, bəstəkarın, şairim. Heç olmasın, mənim dəyər verin bildiyimə. Mənim oxuduğum şeylərə dəyər verin. Bir daha mən sual verim ki, oxuyan müğənnilərdən. Görüm o şeiri əzbər bilir, o qabağına qoyub zəfs vaxtı səs yazmaq studiyasına oxuyub ha. Gör şeiri, o çatıb ona şeir. Misal üçün, Həkim qızı oxumuşam o vaxt uşağım. Çox köhnədən danışırsınız, Əliməm. Hər şey köhnədə, başa düşürəm o sənət filan. Amma indi həyatın nəbzi başqadır. Mən özüm köhnədə öyrəndim. Başa düşdüm, amma indi gənclik... Mən sabah uşaqdım, 20 yaşım vardı o vaxt. Gənclik indi başqa bir şey istəyir. Gənclik cəhənnəm eləşdir. Cəhənnəmdə istədiyi hamısı zaprətdədirlər. Gəncləri yazdıqlar, bədbaxt eləyiblər. Gənclər bilir nəyə qulaq asmaq lazımdır. Azərbaycan musiqisi qalıb pis gündə. Azərbaycan musiqisini o günə salıb avtobusda düşüb də gəlib televiziya. Zaps eləyib orada burada hardasa gəlib oxuyub. Elə oxumaq olar, elə mahnı olar, elə musiqi olar. Kim yazıb o musiqini? Hansı bəstəkar yazıb? Toy üçün yazıb da, toy oxuyur. Ara bura televiziya toyxana deyil. İndikilər var, Səidiyə gəlib hardan bilinmir. O kimdir? TikTokda ağzına elə danışır, cəmaat üçün. Sən kimsən? Harada böyümüsün ay qız? Sən hardan bilirsən Bakı hardan başlar, harada qutarır? Sən bilmirsən axı. Siz bilmirsiniz musiqi nədir? Bir günləri Səid Rüstəm başınızı ağrıdıram. Səid Rüstəmov, mən də Səidi tanımıram, mahnısını oxumuşam. Məndən qabaq Gülağı oxuyub, mən də xoşum gəlib oxumuşam. Dedi ki, indi fəaliyyətimdə qulaq asırlar, komissiya oturub 20 nəfər. Bəstəkarlar, şairlər, musiqiçilər, belə hər Şövkət Gülağı hamısı oturublar. Mən də oxumuşam, artıq qulaq asırlar ki, bəndlər gedir şeyə də, qızıl fonda yazılır da, radion fonduna. Neysə, dedi oğlum, sən oxumursan, deyir, həmən oxum. Deyir, mənim sözlərini dinəndə. Deyirəm, sözləri oxuyanda var da. Dedi, yox, sən mənə sözü deyil. Nədir söz? Nə yazılıb o sözlər? Mənası nədir? Aydındır. Əliməm, bir-iki nəfər ad soruşacağım sizdə, mənə maraqlıdır da. Məsələn, bugünün populyar olan adları var, imzalar var. Şəbnəm Tovuzludur, nə qədər onu istəyənlər var. Sonra bir ara daha populyar idi Damla. Sonra bu Bağəli var. Yəni də, məsələn, cəmaat istəyir, baxır. Kəmalə Günəşli var. Cəmaat neyləsin, cəmaatda bunu verirlər də. Bir də mən o vaxt... Məsələn, Kəmalə Günəşlinin mahnıları bu saat az qala trenddədir də. Yəni ki, görün ona nə qədər milyon baxış var.
Sən qurban olmuşsan, mən güldürürsən. Yəni ki, axı biz Sən deyirik... bizə kimlə adını çəkirsən? Prava onluğa vuranların. Axı cəmaat baxır, bəs necə baxır orada? Cəmaat, hələ bunlar istəyir də. Cəmaatı bu günə salıblar da. Bir günlər Ramiz mənə qeyd etdi ki, Ramiz Mirişli rəhmətli dedi ki, dilim dədə, təzə danışıram, sən deyirsən ki, adı qalmaq qalıcı qoyub. O vaxtı təzə başlamışdım danışmağa, oxumağa, yox, danışmağa. Arada oxuyurdum da, mahnılar vardı, oxumuşam. Sözüm onda yox, özün bilirsən, az çox bilirsən, xəbərim var. Demək istəyirəm ki, orada dedi ki, mənə ki, bizim bəstəkarımız Üzeyir bəy deyib ki, Üzeyir bəy deyib ki, xalqın zövqünə enməyin, xalqı öz zövqünüzə qaldırın. Xalqın zövqünü körləməyin. Bunu deyib Tofiq Quliyev eşidib, Üzeyir Tofiqə, Tofiq də Ramizə, Ramiz də mənə deyir. Mən də el-obaya deyirəm bugün, efirdən istifadə edib deyirəm. Siz xalqı öz zövqünüzə qaldırın, ay müğənnilər. Ay mənim əzizlərim, mən yaşlı adamam, ölüb gedəcəyəm. Kimi nəzər tutur? Yəni mən indi adlarını çəkdiyim adamlar, adamlar öz adamlar zövqlərini... heç biri oxuyan deyil olar. Heç biri. Sən adını çəkdiklərini oxuyan deyirlər. Balalı meyxana deyən də oxuyan deyil. Meyxanasın ki, ay can alan candır bizim məhəllədə. Ha bu meyxanadır, bu başqa şey daxil. Ha bu belə deyil axı. Yaxşı, balalı dedik. O bir adları çəkdim, onlar axı müğənnizlər. Qurban olum sən, balalı oxuyan deyil. Nöqtə. Hirslənmir. Meyxanadır. Hirsləndirsiniz ki, adımızı qalmadı. Şəbnəm oxuyan deyil. Nöqtə. Kamilə oxuyan deyil. Nöqtə. Ay qız, ay qurban olum, bunu kimsə deyəcək, deməlidir, mən deyirəm. Cürət elə demirlər, qorxurlar. Özlərim pis eləmərlər, hamıza baxarlar. Əlim elə də, belə danışır elə. Əlim neyinləsin? Yanım tökülürəm, danışıram da. Mənə təsir edir. Sən kimsən, ay qız? Sən adi bir bəstəkar mahnısı oxuya bilməzsən, ay Şəbnəm. Ay Kamil, oxuya bilməzsən. Çünki çətindir ola oxumaq. Bəstəkar muğam balaca gəldi, nəsə eləyə bilər, alladarsan cəmaatı. Amma bəstəkar mahnısı oxuya bilməzsiniz. O sizin qapı üzünüzə bağlıdır. Ona görə giydirmə mahnılar yazırlar, 2 dənə notun üstündə. Dıp, çoktardı. Bayaqçılar gəlir, bayaqçılar gedir, Segazlar düşür şura. Sən belə mahnıları Cahangir yazıb, Fikrət Əmirov yazıb. Siz hardan bilirsiniz onlar kimdir? Mən onları görmüşəm, mən onların canlı ünsiyyətdə olmuşam. Mən onların Əmirov Fikrətin yanına getmişəm mən. Cahangir'i görmüşəm. Aydındır. Mən belə bir arada şayiə gəzdirdik ki, məsələn, baxın, Elgiz bizim dostumuzdur da. Mən onun xətrini çox istəyirəm və insanların da insanların çox istədiyi bir simalardan biridir. İndi düzdür, efirdə yoxdur. Belə bir fikir gəzdirdik ki, hətta deyirdilər ki, bax, müğənnilər gəlir Elgizə, sizə pul təklif eləyirlər. Məsələn, belə bir şeylər olubmu heç belə bir söz? Belə bir fikir, yəni belə bir şey olub? Yalan şeydir, yox. Pul təklif eləməyib. Qalmaqal təklif ediblər. O heç. Pul söhbəti yox. Olmuyor. Elgiz vahşə yazıq, yox, Elgiz hələ pul var, yox, söhbət də var. Yalanlandı. Elgiz heç yazıq cəmaatı şey, sən bizi bir yerdə işləyəndə deyirsən Elgizlə. Hə, yəni belə şayiə gəzirdi. Yox, onlar ödənişli efir idi, ödəniş edib gəlirdilər. Nə eləməlidirlər? Əlaqələriniz var, Elgizin xətrini biz də çox istəyirik. Elgizin xətrini həmişə istəyirəm, zəng eləyirəm onu. Bağdadır Mərdəkanda, remont edir orada, biraz işlər qalıb elə. Qonşudur mənə, görüşürük də. İndi efirə çıxmırsınız? Mən? Hə, indi efirdə deyil. Efirə istəsələr də çıxmayacaq. Qurban olsunlar sizə ki, sən çoxdumu mənə görəcəklər. Hesabıma. Var olasınız. Sizə təşəkkür edirəm. Çox sağ olun, gəldiniz, fikirlərinizi bölüşdünüz, ürək sözünüzü dediniz. Çox təşəkkür edirəm və sizə can sağlığı arzu edirəm. Mən bir dənə sizə söz deyim. Mən xalqıma müraciət edirəm. Bilirsiniz, əzizlərim, mən bu Azərbaycan musiqisini anamın layləsi qədər sevirəm. Mənim doğma musiqimi bilmək mütləq lazımdır. Mütləq. Əgər bilmirsinizsə, oxumayın. O musiqi layləsi var, ananın layləsi. Əgər sən o ananın sənin layləsi çalmayıbsa, sən müğənni olmayacaqsan. Sən muğam bilmirsən, sən müğənni olmayacaqsan. Mən muğamdan gəlmişəm estradaya mən. Mən muğamdan, köküm muğamdır mənim. Ona görə də, əzizlərim, gedin,
əziyyət çəkin, zəhmət çəkin, oxuyun. Halal xoşunuz gedin toya pul qazanın. Amma yalandan çıxıb efirdə onu bunu söyməklə, qalmağa salmaqla siz müğənni olmayacaqsınız. Belə əziz tamaşaçılar, Barometr TV-də Rövşənə Ağayev qızı sizinlə bir yerdə idi. Qonağımız ifaçı Əli Mirəliyev idi. Görüşənədək salamat qalın.